Salam. Füzuli yaradıcılığının vacib xüsusiyyətlərindən biri də idiomatik ifadələrlə çox mastercəsinə oynamasıdır. Buna bəzən söz oyunu da deyirlər, ancaq bu söz oyunu deyil. Söz oyunu daha sadə, daha adi bir şeydir. Burada həm də fikir oyunu var, həm də keçmişlə bir zarafatlaşma var. Qəlbiləşmiş bir düşüncə ilə, belə deyək, bir istehzalı münasibət var. Yəni, onunla oxucunu təsirləndirmək, oxucunu bir oyuna çəkmək təşəbbüsü var. Bir örnek göstərim. Deyir ki, zülfü kimi ayağın qoymaz öpəm nigarım, yoxdur onun yanında bir qılcan etibarım. Bizdə ayağına düşmək, ayağını öpmək ifadələri var. Bilirsiniz də, yəni ayağı öpmək, ayağa düşmək. Burada deyir ki, mənim nigarımın zülfləri ayağına qədər uzanır, onun ayağını öpür. Ancaq təəssüf ki, o məni zülfü kimi ayağını öpməyimə, mənim zülfü kimi onun ayağını öpməyimə icazə vermir. Çünki onun yanında bir tük qədər, bir qıl qədər mənim etibarım yoxdur. Yəni, belə bir oyun qurmaqla əslində oxucuda aşılamaq istədiyi fikrin əleyhinə gedərək oxucunu həmin fikrin müdafiəsinə qaldırır. Oxucu bir provokasiya gedir və Füzulinin onda aşılamaq istədiyi fikri Füzulidən müdafiə edir və belə deyək, yaxşı mənada onun toruna düşür. Onun toruna düşür və həm də estetik bir zövq alır, həm də yeni bir söz eşidir, həm də qəlbiləşmiş bir ifadə artıq yeni məna çaları qazanır. Yeni bir məna ilə, yeni bir anlayışla ortaya çıxır. Oxşar daha bir beyt deyə bilərəm. Uymuş cünunə könlüm, qaşına der məhi nov, nə etibar ona kim seçməz qaradan abi. Bildiyiniz kimi, deməli, qaş hilala bənzəyir, təzə aya bənzəyir. Və klassik ədəbiyyatda çox vaxt bu bənzətmədən istifadə olunur. Füzulinin özü də istifadə edib, çox istifadə edib. Amma burada deyir ki, mənim başım xarab olub, qapqara qaşı ağappaq ay parçasına bənzədirəm. Siz mənə nə etibar edirsiniz? Ağlını itirmiş bir adamı, ağı qaradan seçməyən bir adama necə etibar edirsiniz? Yəni, burada xalqın işlətdiyi ağı qaradan seçməmək ifadəsinə möhtəşəm bir göndərmə eləyərək onu həm də postmodern dekonstruksiyaya məruz qoyur. Oxşar situasiyalar bizim zamanımızda Salam Sarvanın yaradıcılığında var. Onda deməli idiomatik ifadələrlə füzuliyanə rəftar görmüşəm. Çox görmüşəm. Ondan ikisini örnək verəcəm. Deyir ki, gözüm heç su içmir bu eşqdən mənim. Bu eşq də gözümün suyunu içir. Gördüyünüz kimi gözün su içməməsi, gözüm səndən su içmir idiomatik ifadəsini təpəssüslə çevirərək postmodern bir dekonstruksiya gerçəkləşdirir və həmin sözü öz ilkin mənalarından çıxardaraq sevgi mövzusuna gətirir və orada yarın etibarsızlığını həmin idiomatik ifadələrlə təkrar izah etməklə yanaşı, həm də onun üçün ağladığını deməli söylüyor. Sözlərin yerində